Bir həftənin gəlini. Məhvdən hara gedirsiniz? Nə bilmez hara geldi. Babaş. Ayrı adamların adını yazmayın. Rica ederim. Çok rica ederim. Sen kalbimin evinde eskiden hepsi gelir. Eski kalbiyler. Evet, şurada patlar tersten patlar vurmayı. Neydi o? Patlar tersten patlar vurmuş. Niye böyle tükürüm? Geç şöyle sasana, şöyle sene şöyle geçince hava vurup geri geliyor. Havaşın koftası değil bu. Yok. Beğenmişsin birazdan koruyacağım. Canımda zaten bakabilir yer olsa da. Ayda eğitim. Eğer mehra sırma başı şey tapabilmeli. Mehra tapabilmeli. Adiye mehra buradadır. Yani teslim orada. Havaşın koftası eyle mikroptur. Neydi o? Fikirsən də yaxşılığı. Dostlar ekranı tıklayın da, ekranı tıklayın. Beğeni atın, her yerde bir tane beğeni olur. Bir qəpik də deyil, onun qiyməti. Bobikdən ayrıl, sen onun tayı değilsen. Sevd da çok sal takip göre. Ay cəmaat ekranı tıklayın, ne tıklayın? Siz niye tıklamışsınız? Tıklamışsınızı bağlayayım, çıxıb gedəydən o taraf. Gidim oturum orada uzadım yatım. Babuş hanım diyor bursun taxta. Ömer çok sağ ol, Məhvdin bayram boyu. Çok sağ ol, ay Fantamas. Senin de bayram mübarək olsun, ay Fatoş. Tıkladım. Çoxlu tıklayın ki koşuyor olsun, ay uşaqlar. Niyə anlaşmıyor? Birazdan özü gələcək bura. Öpürəm səni, Bəhmə müəllim. Görüm, Bəhmə müəllim kimdir, məni sevir. Məni sevir, amma heç takip eləmir, söhbətə bax. Bəni öpşə salam, nətərsən? Emin getdi, yo, buradadır. Səndən çox uzaqda bir dalaşmayın, qızlar. Yaxşı eləsən, ay Bəhmə, gördüm qadınım. Məhvdin, yaman gözəlləşmişsən. Hələ sən məni kostyumda görəsən. Gülmirə çox sağ ol, can gözüm. Gülmirə kimdir? Mənim tanıdığım Gülmirədir, görürüm. Oh, hə. Gülü, nətərsən ürəyim? Nə var, nə yox? Ben de seviyorum seni. Seviyorum seni yar. Gözlerim sana ağlar. Her şeye rağmen sevgilim. Seni seven biri var. Kimden oynuyor? Müjgan'la ama yok, Müjgan şeydedir. Samir dayıda o hiç cevap yekələmir. O gün Samir dayını gördüm. Nəsiblə oynayayım, İsi'yle oynayayım. Bir tane İsi'ye bir oyun atım da, İsi'yle bir tane. İsi adlı canlı yayın yapılma. Bu ise kullanıcı yön bazıları için rahatsız edici olabilecek o. İptal edelim onu da. İsi'ye oynatmak olmuş. Öpürəm səni ömür, ömürdü hayattım, kederdi büsattım. Ömürdü hayattım, kederdi büsattım. Bu görüm yumurta kaynamadı, çok koymuram kaynasın. Uymadım heç nəyə, mən yenə qaynayan. Çok şey olur, yavaş yavaş kızır. Boş yersən, nə bilim,
Çox da dolu, yumşaq yox, biraz da içi pişir belə qəşəng olur ya belə, o elə yeyirəm. Çörəksiz asız yeşimi kökərlə maçala. Qarnıma baxın siz Allah. Belə də kişi qarnı olar mı? Nə bax. Çox yekəlifdir. İçində cəmaat oynayır. Qaynayacaq, yavaş-yavaş qaynayır. Bax, boş. Məftiş, inək hardadır? İnək otlamaqda hörüşə göndərmişik. Hörük deyirlər, hörüş deyirlər. Ora göndərib. Dişini qayartdırdı. Qayartdırır da bir gün də həkim biraz elədi. Buradan dişinin dibi təmizlənməlidir. Ona görə də zad eləməlidir. Ekran tıklayışından az tıklamır. Ay Allah, 622 nəfər tıklamır. Vay 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 vay. Məxtən salam, oxumaq iddiyan zəifdir. Nağarım gəl. Oxumaq üçün gəl studiyalara gedəm. Hamısı pul maddiyyat tələb edir. İndi bir gün işimi demirəm də, iş demirəm, işlərimi danışmıram. Qoy düzəlsin deyim ki, aşağı falan yerə düzəldim, işləyirəm. Nağarım. Profil şəkli səndir. Profil şəkli səndir. Məftun can. Tıklamaq necə olur? Ekrana əlini var. Telefonun ekranında belə belirləyirsən. Görürsən ürək çıxır, nəsə belə şeylər çıxır. Belə belirləyirsən tıklamaq elə olur. Bax bu dəqiqə deyimdə kimlər tıklayır? Bax. Bax. Leyla Həsənova, sonra ağ profilli kimdirsə o. User. Sonra bax bu dəqiqə deyim. Gülya. Ali Qurbanov. Sonra Fıryadı nəsə o. Lıhıl belə. Marta. Tutu. Melis. Polikarbontu nədir o? İH ürək. Sonra Nigar 5000. Sonra Quyatlar yazısı. Azizət Rövşanə. Sonra bax. Sağ ol Talış qızı, sən nə tərsən ürəyəm? Luna, User, Frau, nəsə o da Alisa. Tez gedir, ad ER, İH. Sonra bax bunlar. O qaynadı. Talış qızı çox sağ ol ürəyəm. Maman təhdimə yox, ərə vermişəm, anam ərə gedibdi. Ərə verdim, getdik, dedim, tez kək qalmasın da. Mən qayıdıb rayona qaydanda götürüb gəlirəm. Sən kimlə görüşəcəydin iş üçün? Sənlə. Rus dilini bilirsən. Niyə bilmirəm ki? Что balazdı adına? Rus dilində bu sözü baboşdan öyrənmişəm. Что balazdı adına? Ay, yumurta qaynayır. Uy Allah, bunu səsənə. Bu görüm hava şey olur, tutarır. Biraz kaynasın 2-3 dəqiqə. Oo, hele yayda burada canlaşmaq olmaz ha. Biraz kaynasın ki qəşəng olsun. Ekran tıklayın cemaat. Yayda bu ev uşaqların səsi çox olur. Belə aşırı girer içeri. Ona göre biraz kaynasın.
Məhvdin qarnın çıxıb, bilirəm. Bu biraz qaynasın sonra. Sen kimsen hakkı? Kime atma şey? Arvadımı da çağır. Babaş benim arvadım diyorlar, nişanlımdır. Yani biz gelen evlenmiş. Bir ki ona kim nişanımız bozuldu. Doğum ne vakti? Gelen bu vaxt. Sağlam kemer. Ay kemerim kemerim. Güzel kemerim kemerim. Hey. Deyin gelsin kemer gelsin. Yarım gelsin kemer gelsin. Kemer gelsin. Çayımız da kaynadı. Yumurtamız. Ay kemerim kemerim. Geçer kemerim kemerim. Ay kemerim kemerim. Ekran tıklayından acaba tıklamışsın sıçıp bağlayın da olsa. İndiremiyoruz da tıklamayın nasıl mail. Tıklamışsın sen ne indiremeyi. Tıklamak da polis devran üstünde. İnternet tutmuyor buranın. İnterneti pis daha cemaat. Bismillah. Oo. Az kaynatıyor da nasıl yanıyor? Gülme o çok sağ. Ben Yo, ben bunu doymak için yemirəm. Ben bunu yerim ki aclığım geçsin. Çok sağ ol ha Qəmər. Çalışıram ki gluten yeməyəm. Tuzlu yeməkdir. Gedir restorandan ta yedinsən. Çörəsiz yemin bir dənədir. Donca hep de yarım. Babaş bir tane öpücüğü at oradan bana. Bir şey olmadan öpücüğü atar al. Səhifəmdə şeyim var, jetonum var, saçmamışsın sana. Onu da çıxarda bilmirəm ha. Bir tane balina at. Bir tane balina at babuş.
O birisi səhifəm var, o birisi, bu yox, o birisi səhifəm. Onda jeton yığılıbdı ora. Onu da çıxarda bilmirəm. At hamısını atım sağa. Keçən sağ gördüm, keçən dəfə 5K hədiyyə atdım. Ara simişçiydi. Simiş. Biz birini yiyordum. 3 tane yumurta değil, 3'ü birine böyle yumurtalardı balaca. Özüm ata bilmirəm axı. Özüm ata bir tane telefonum var. Köhnə telefondur. Geldin ne kazandın Aymer'den? Milyonlar. Milyonlar ya. Geldin özüne milyonlar. Adı fızgırt bir daha. Fızgırt vali. Babaş gibi iğrenç yemek. Baş üstte. Yumurtanı tutacağım, birden ağzımda arayacağım. Düz düşün ağzımı, öyle çiğneyim yiyeyim. Ben alma yumurta yiyə bilmirəm. Bir dəfə yemişəm, ağzım acı olur, yiyəlmişəm. Bizmədin yumurta yeməkdən. Əlaş nədir ki? Ac qalmaqdansa yumurta yemək yaxşıdır. İstarına gedirsiniz. Bilmirəm ki. Babaş Hasan doğru. Seninle yeni güne düşüp yeni palatada yatasınız. Prostumun da kesirdi, sen de değilsen normaldi. He? Üç tane. Yeşil çayda kaynadı, emin. Bu bir götür ki burada çay çayın. Ve başımın et böyle. Ustanokun niye koymuş buralara satın? Niye koymuş böyle? Çay sütü. Oy Allah. Ay dostlar tıklayın, dana tıklayın ne olur az. Sen bu kartın başına dön, gir. Gerek canlı açanda şeyi açık koyalım. 18 plus açık koyalım. Seyit çoktan gitti blokana rahat olma. Ha ne var lan? Xurma yiyin, nəftin dolu yağda. Biz tərəfi heç bir damcı su da düşməyib. Elə bil bura Allahın nəzərindən qırağa durub. Qıraqdadır. İşiyə oynaq. Yo, işidə uyarı var. Məndə də var uyarı. Bura şey, 20. Babaş niye yemek pişirmir? Nerede çok sağ takip ediyor. Ayrıca madde ekran tıklayın da ne? Ekran tıklayın. Beğenise bakın bana ne olur az. Koy hedefe şey koyun. Ne diyeyim? Hedefime şey koyun. Bak. 101 tane şey koyuram, gül koyuram. Sabitledim bak. Ne olar 101 tane gül atım hedefim tamamlansın. TikTok istəyir bunlar, mən öz başımı istəmirəm. Çalış kızı çok sağ ol. Sağ ol sen ne dersen. Hı ne blok elə. Hı ne diyor? Görüm.
Ay bacım, mən söyüşdüyümür ha. Mən söyüşdüyənləri blok atıram. Görüm nəsə nalayıq söz yazır. Abi sessiz atıram, çıxıb gedir. Da yaza bilmir. Bu yayında yaza bilmir. Sabi çok sağ ol. Arzu çok sağ ol. Məhəttun baboşa deyil. Hə, bir bu. Hə, attım səssizə. Mən söyümür ha. Mən pis təhkiramlı sözlər deyən atıram mən bloka. İli bile yazır. Rahilə xanım çox sağ ol. Ömür çox sağ ol. Aşağılar gül atın, sizə qurban olum. Dişim ağrıdı. Xaladenlik şəkli. Az xaladenlik yox ya. Oğlan şəklidir. Çox sağ olay, oğlan şəkli. Ömür. Səssizə atıram, səssizə. Məftun baboş ay baş olur. Dəqiqə başı. Bu vaxt nə vaxt? Ay bu vaxt haradasan? Ayın axırı gəlirəm. Qardaşım. Ali ilə çox sağ ol canım mənim. Mən oxumuram, söyüşlərlə oxumuram. Arzuma 50 dənə gün atdı. Ay Arzu, səni görüm arzularına çatasan. Ay Arzu. Restoran tapmadın oxumağın. Hələ ki, heç adı işləmirəm. Sədriyə getmirəm. Oxuma pis yazan. Yox, oxumuram. Mənə deyir, sağ 50 dənə güllə deyəsin. Sağ da 150'si. Aliyinə çox sağ ol. Başına deyirəm, ay Ali, 6'ya hədəfim deyəsin tamamlandı. Görüm, dəqiqə diyanın canlarım. Hədəfim tamamlandı uşaqlar. İndi bunu sabitləyəm. Heç olmasa birini atın, nə olar? Bir dənə maşın. Bircə dənə maşın atın. 10 dənə qoymuşam. İndi içinizdə oligarx yoxdur da elə. Hamınız mənim kimi kasıb adamlarsınız. Hə. Səni ad günlərinə çağırsınlar. Çağırsınlar, vallahi oxuyun, pul qazanır da. Dostlar, mənə takibatın zəhmət olmasa. Restoran tapmadın oxumağa. Niyə gedirsən Bərdiyə, yayda restoran? Yoxdur da olsa hər halda işimi qoyub getmərəm. Dediniz gəl Bakıya, dünya dağılacaq, məhdun. Restoranlar nərindən canım boğazına yığılacaq, hanı? Mən də dedim, ay Allah, nə yaxşı kart qoymayacam da. Anamın dərmanlarını deməyəcəm, ay filankəsmal dərmanlar. Anamın. Sen niye hinduşka kimi yiyirsən? Ben sen niye qaşqaldaq kimi yiyirsən? Ha? Məhmsən. Ellim, nə tərsən ürəyim, canım gözüm, ay ellim. Nə var, nə yox? Mənə həmişə dəstək olan. Allah sənin həmişə dəstəkçin olsun. Allah başından ruzunu o qədər döysün ki, elli. Yaxşıyam, sən necəsən canım gözüm? Aşağıda günlərin bir oğlan var. Demirəm, mən sizlə gizlətmirəm. Bir oğlan var, gedərəm onu Xırdalanda restoran barısında danışan, görüşəm. Hə, WhatsApp'da yazmışsan elli. Hə, canlıda gir baxaram. Kafkaska çox sağ ol. Ay Kafkaska, hamıya gedib hədiyyə atıb 27 evli olmuşsan, mənə da gəlib gül atasan. Atırsan. Sağ ol, atsız. Gəl Xırdalana. Akşam gələcəm. Qabaqcadan heç nəyi deməyə də deyirəm, düzəlmir. Hələ heç nə yoxdur, hələ heç nə yoxdur vallahi, qorxmayın. Bu dəqiqə pusuqda duranlar var, başına daş düşənlər var ki, Allah oxuyub pul qazanacaq. Ona görə deyirik, 1000 dənə yiyənin olsun, bir dənə deyənin olmasın. Həqqı deyirsən, Elli, çox sağ ol, ürəyim sənə, Elli. Allah sənin həmişə başından tüysün inşallah. Allah rozini o qədər eləsin bu ayın hürmətinə.
Bu günün hürmetine, bu bayramın, Qurban bayramının hürmetine. Allah Allah həmişə mahkum eləmsə, heç bilmirəm sənin o xəcalətindən nətə çıxacam Allah haqqı. Öpürəm səni, Eylül, çox sağ ol, ürəyim. Allah məni utandırsan hər dəfə. O qədər mənə kömək edirsən ki, Quran haqqı ilə utanıram, Allah hamd olsun. Sən isti deyilsən, orada soyuqdur. Yox, hep bunu giyinmişəm. Mən yazsam baboşa. Mənim yazsam baboşa dedim. Mən valla direktə ilə çox baxmıram, aşıqlar. Mənə yazdılar ki, ay məxtum, mənə kömək elə, pulum yox deyildi. Bas mən özüm orada kart qoyub pul dilənirəm. Mənə cəmatı yazıq qərb görmək, sən nətə dilənçidən dilənçi deyirəm, pay düşmür. Sağ ol, elli öpərəm səni. İnşallah hər şey yaxşı olacaq, İnşallah. Bürcümə baxmışam, bürcümə. Mən bürclərimə baxıram həmişə. Deyir ki, sənin işin iyun yox, iyul ayından başlayır düzəlməyə. Yox, kartı sabitləyə bilmərəm, mən o spama gedərəm. Moderatorum olsa, hə, qoyar şeyə. Nədir? Bioya qoya bilər. Bürcüm ox atan bürcüdür. Gəldin. TikTok'un şirini. TikTok'un şəkəri. Necə? Sadə məsələ şəkər sözünü xoşlanıram. Şirin deməkdir də, Türkçədir şəkər. Şirin demə. TikTok'un şirini. Bax, sən şirinlisən, mən balıyam TikTok'un. Babuş nə edir? Hamınız TikTok'un biri, siz nəyəsiz? İkiniz də TikTok'un bir başa kakışırsınız. O, yaxşı olsun. TikTok'un şirini. Sən olmadı eləyim, babuş TikTok'un nə edir? Kakaşı. Kakaşı nədir? Bəla. Məclis var. Həqqı. Mən axşam saat 11'də zaten görüşüm var. Belə də ki, kimə lazımsan, gedə bilərsən. Hardan gəlmişsən, oraya gedə bilərsən. Ya ver yaxşı hə? Nə olubdu, nə yazırlar? Orada gir oxutana gör nə yazır. Deyir, TikTok'un babası idi. Tam buraya. Emindir, emin. Deyir, gəldi, öz gəldi. Yox. Birbaşa şirin. Şirin. Şirin, şipşirin. Babuş kral. Ha? Babuş kral. Kral ümumiyyətcə babuşun bölünmüş yarışmır. Evet, yarış. Babuş kral. Nə bilim valla. Kral ve babuş. Bölbölə qoyur deyil, boşa qoyuram, olmur, doluya qoyuram, dolmur. Kontinimini neyəcək də bura qorxun atmır. Bax, bununla dişin qarqara gəlsə də elə bir al qoy bura. Bir dəfə görmüşəm, peki ikinci dəfə. Emin, ay can! Emin yazan barmaqlarınıza, emin deyən dillərinizə, məftun qurban olsun. Mən niyə? Mən baboş Baboş deyirəm. qurban olsun. Sizə deyən daş, baboşa məftuna deyən. Yazıq deyirəm, mən Sizin deyirəm. barmağınıza deyən, batan, tikan baboşla məftuna batsın. Yazıq deyirəm, gəl baboş köytür, o dəyişik nə eləməz. Can, ay yüzyer, sənin barmağına deyən tikandaş baboşla məftuna deyilsin. O niyə elə danışır, sən sorçasan deyə elə danışıram. Emin baboş hanı, baboş hal-hazırda bədənini havaya verir. Ya və çox sağ ürəyim. Anne, belə bir cür iyi gəlir burnuma, belə bir cür iyilər, qoxular gəlir burnuma, bu nə iyilər? Nə qoxusudur? Nəsə xatızatı öyrət. Yox, mən heç şeylə eləmirəm. Can, o Bax, Emin elə danışmadı, uyar gəldi yenə. yalan demir. Allah haqqı. Çıxındı, çıx. Çıx ki, nə? Çıx da gedirik. Həqqi. Allah haqqı. Mən var heç geyinmişəm. Birciyimiz aldı, bir içinə deyik, koftamız aldı, giyinib aldı. Çıx, gedirik. Geyinməz. Siz paltarını giyib gedik də. Mən hazıram. Belə gedəsən. Emin aşkım, can, Rüsa qurban olsunlar. Can ürəyim. Kəşfiyyətin qabağı bağlı daha düz. Niyə bağlam ki, canın onu nədir, 600 neçə nəfər idi, oldu 800 neçə nəfər. Harnətə bağlam? Uyar gəldi də, bu da düşün, çıxdıqca kəşfiyyətin təzə adam gəlmir. İnşallah. Dostlar, mənə takip atın.
Uşaqlar takip etmeyin. Bu qoca kaftarın onlara dilindən məni qutarın. Deyir gəldim, uyarı atladın, nə bilim, neylədim. Tıklayın buna. Emin deyirəm bəlkə 18 plusa qoyum canlı. Tıklayın bu kaftarın ekranına, tıklayın bu qoca skinin. Qalmışım qocaların əlində. Mən qocayım, değil mi? Cavan körpü uşağım. Valla Məsələn? körpü uşaq. Hiç ben hətta buluğa çatmamışam. Burası da yaşamdan çok üzüm tutulur. İnanın ki, 21-i hələ zorla addımlamışam, deyirlər ona nədir köpəyim. Bunlar köpəksə görə mən nəyəm? Emin aşkım, can. Görürsünüz bəlkə də yalandan dedi, onlar nədir? Uyarı gəlir, uşaqlar yalandan mahilə dedi ki, Deyək bax, qurban elədim. gediyor buradan bak gösterim. Ama elle ki üzüm düşməsin ha. Emin göstər. Emini görmək halvadır. Bir ara TikTok universal kombi sonra üzümü göstərim. Atarsan bir dənə, demək bir dənə universal yüz göstərsən. Söyləyirəm kombi eləməlisən. Kombi nədir? Kombi yana buraxmalısın. Həqqı. Emin aşkım, oy ya. Oradaki böyle canlıda göstermez ha şeyde, zəngdə. Mənim telefonuma zəng gelirsən elə belə, böyle ötər belə görüb pisiyor. Elə ki skrin eləyə bilməyəsən də. Eləmiyim? Eminin bax gör. Emini kim əgər təmiz ürəklə görmək istəyirsə, yaxşı gözlə görmək istəyirsə problemdir, görə bilər məni. Emin ürəkli, bəli, Emin ürəkli. Emin də TikTok'un şirinidir. Şirin. Mən sizə açıqlama vereyim. Elçin var ya, oxuyan. O mahnını mənim üçün çıxartmışdı. Həqqı. Şirin, şipşirin, canım mənim. O mahnı indi mənim üçün çıxmışdı. İntasını dedim ki, qəti sürətə adını çəkmədən, yəni mən bilirdim ki, eksklüziv olaraq mahnı mənim üçün çıxırdı. Hoş deyir. Mərtum, yeni bir qocanmışsan. Mən üzüm botoks eləmişim, ya harap olacaq lan, mən? Bax, həyatda artıq olacaq, belə sifət qalxacaq. Qaldı görüm ağlamı. Amma bax, beyiləmişim görəm ki, əzələ çətin qalxır. Qaşını yığ görüm. 2-3 gün deyiləmişik. Ay Məftur, tam bizə bir şey verirsin, üzünü botoks. Niyə illəm ki, müğənn adamam? Ayıp olsun sənin üçün, kişi də üzünü botoks eləyər. İki kişisən. Ya, gətirsən, neçə yaşına gəlib çatmışsan, 29-30'a gəlib çatmışsan, bu nə yaşayışı sən yaşayırsan? Müğənniyəm də deyirəm, gözüm başım qarışmasın. Bu nə yaşayışı sən yaşayırsan? Aşağı ekran klik 100 qalaq, nə olar səhifəmdəki uyarı geçsin. Xahiş edirəm, mənə takip atın, beni sev atın, can ciyərlərim. Az maşın qoymuşum, bir nəfər atırım. Kimi danışır deyəndə də belə danışır ki, biraz maraqlı olsun da. Vallahi kişi kim danışana heç kəs hədiyyə atmır. Emin səniz, bu qız özünü öldü deyil, sevgi mələk, ay mələk. Allah sağ, elə bir sevgi qapılar açsın ki. Amin. Bax, sevgi qapın açıq olsun, oradan toz pəmbə sevgilər çıxsın səni qucaqlasın. Heç vaxt bu həyatda sevgisiz qalmayasan. Lehbari, mən hədiyyə yerində baxma. Gözündə var sənin. Həqqı. Yox, lehbari, o keçər. Gəlməyəni, dünəndən getmişəm yayına. Qalbeli, maniyyədə beni sev atmışsınız. Emin deyən ki, beni sevləri buraxırsınız. Gəldim yaymaşım, hədiyyə yemiş günü baxmam. 10 gözlə eftan elə sağ. Keçər. Emin, Məfi Qurban Bayramı. Sağ ol, Asiyomu, sənin də Qurban Bayramının. Çox sağ ol, gelib xoruz kesəcəm. Hamınızın Qurban Bayramını ürəkdən, səmimi qəlbdən təbrik eləyirəm. Allah hər gününüzü bayram eləsin. Əgər orada bir yaz ki, Emin kişi kimi danışdı. Bırak duraya gedirik, yiyip içmeye, vurmaya gedirik. Həqqı qardaşım. Dur qaqa. Oldu brat. Xoşun gəldi canım. Nəysə, hamınızın zadınızı, Qurban Bayramınızı ürəkdən təbrik eləyirəm. Medusa. Kimin qurbanı varsa Allah qəbul eləsin. Allahda nə hacətiniz, istəyiniz varsa Allah öz böyüklüyünün xatirinə, Qurban Bayramı xatirinə hacətlərinizi rəva eləsin. Emin öpürəm, gen qorgen yerlər. Pis şeylər oxuma. Allah haqqı bilməz, elə bildim ki, Gürsə dayandım. Mən də kasıb adamam. Fakir insanam, xoruz kesəcəm mən. Xoruzda qurbanlıq var, xoruz. Yox, tam çıxsın. Dur da. Dur da sen giyin, şalvarını giyin gedək. Necə? Şalvarını giyin gedək. Gərək uşaqlar, yayın açanda Bizini yox deyil. 3 dənə. Nəyə gitsin, kötü edəsən.
Yox, niyə gedir? Şimdi diyeyim sana. Ay Məfton. İşten yumurta mana var səndə. Allah. Çörəksiz olsun. Sizin karnınızı çenek de doyura bilmezmiş. Buranın da sizin karnınızı yemiş ya. Yer paltarını giyin gedək. Allah'ın dostu siz değmişsiniz arkadaş. Ay Allah, bugün Ərəfə günüdür. Beycə. Gecə səhərə kimi ibadət eləyin, dua eləyin. Allaha dua eləyin ki, işləriniz, nə hacətiniz varsa dua eləyin ki, inşallah Allah hamınızda mən də eləyəcəm. Görüm gecəyə səhərə kimi Ərəfə gününün şeyləri var, əməlləri var. Qəşək, sağ ol, fantamaz öpərəm səni. Sən də məf sağ ol, ay həcə başına dönərəm. İnşallah. Qaşın nə nazikdir? Qaşımın tükü tökülüb ya. Mənim qaşım belə deyil daha. Restoranda. Valla mənim bu qəbayətim olmur uşaqlar. Gerək 40 neçə manat, 42-43 manatdır. Verirsən aylıq telefonunda megabaytın o. Mənim 42 manatım neydirəm ona verir, pulum var. Balaca Məfton necədir? Yaxşıdır, üzündən gözündən öpür, şey, xəstələnibdir, rayondadır. Məfton mənə dua elə, ana oğlum. İnşallah Allah sənə gözəl bir, xeyirli övlad qismət eləsin. Ha, da yekəli başını oynaçan övlad qismət eləməsin. Allah hamınıza xeyir, balalarınız varsa da, yoxdursa da inşallah Allah nəsib eləsin, xeyirli övlad qismət eləsin ki, balalarınız elə gözünüzə çıraq olsun, balalarınız xoşbəxt olsun, fəxr eləyəsiniz balalarınızdan. Azərbaycanımızın fəxri olsun hamısı. Mən duanı pulla eləyirəm, indi Qurban Bayramı deyə kampaniyadır, pulsuz eləyirəm. Ərəfə günüdür, sabah Qurban Bayramı deyə 2 gün kampaniya var. Dualarım mənim qəbul olur hamısı. 2 gün elə belə kampaniya keçirdirəm ki, Qurban Bayramıdır, o dualarımdan cəmaat yararlansın. Allah sənə də ailə uşaq nəsib eləsin. Amin inşallah, qadınlarım inşallah. Bir qız tapsam, bu il mənə evlənmək deyil, bəlkə də evləndim. Özdə qəfildən. Bir də gördüm evləndim. Prosta işim gücüm yoxdur uşaqlar. İşim gücüm olsa bəlkə evlənmə fikrinə düşərəm. Bilərəm ki, arvad uşaq saxlaya bilərəm. Təhlil pis şeydir. Sağ ol, ay Farax. Fantamaz öpürəm sən, boş şuan dönüm. Uşaqlar, ekran tıklayın, onlara pulla deyil ki, ay Məfton, bu gecə övlad həsrəti çəkən üçündə dua elə, Allah bizə də Allah dedim də qadına, pulsuzdur. 2 gün kampaniyadır. Allah sənə də bir gözəl övlad qismət eləsin, ay Ülkər. Səhərə kimi dua elə, şey günüdür, Ərəfə günüdür. Qəşə ibadət elə. Allah sənə bir xeyirli övlad qismət eləsin. Oğlan olsun, qız olsun, fərqi yoxdur. Əsas tərbiyəli övlad böyüdəsən, tərbiyəli övladın olsun, xeyirli övlad olsun, üzünə ağ olmasın, dartıb üzünü cırmasın, pensiya kartını əlindən alıb, aparıb səhvə şeylərə xərcləməsin. İşli, güclü, qız al, baboşa ver. Yox, mən işləyən qız almayacağım. Evdə bütün pəncərələr, reşotka, qapı, açarı özümdə olacaq. Evdən çölə qoymayacağım çıxsın, mən qısqanc adamam. Mən biraz üzr istəyirəm yaxşı qadınlarımızdan, biraz qadınlara etibar eləmirəm. Ona görə. Mən çox ərli qadınlar görmüşəm. Ona görə qorxuram. İki zamanədə insana güvənmək olar aslında. Vallahi xətrimizə dəyməsin. O qədər tanıyıram adamları. Siz bəlkə də arvadsınız, heç çoxunuz çölə çıxmırsınız. Bu gözlər bilirsən nələr görür. Ona görə mən qorxuram. Ona görə heç evlənmək istəmirəm. Valla görürsünüz, acamat görürsünüz, bax toy eləyənlərin sayı azalıbdır. Toy eləyənlər, valla yaxşı oğlanda azdır bu dəqiqə, yaxşı qızda azdır. Mən danışanda deyirlər ki, niyə deyirsən? Demləmək hamı pisdir, yox. Amma cəmiyyət pozulmağa doğru gedir. Çox ürək ağrıdıcı bir haldır. Tustaq saxlayırsan, yox, az açıb başını bıraxacam ki, get. Hara gəldi, get. Yox. Mənə gələn qız gərək evdə oturmağa, evi sevməlidir. Çöldən xoşu gəlməməlidir. Suiti hara, suya kəllə vurub üzür. Elgiz var indi. Elgiz kimdir?
Elgizə çıx sənə qız tapır. Yo, mən elə qız televizordan zaten verilişdən qız istəmirəm. Abır həya, namus, qeyrət. Mənim bu şuarımdır. Abır həya, namus, qeyrət. Yazıb üstümə biləcəm. Abır həya, namus, qeyrət. Əlimdə bayraq gəzişim. Kim də varsa gəlsin. Lütfi evlənmə, niyə sən aç? Aç başın, diç başın. Hə, vallah. Eləsi də var ki, namuslu, qeyrətlidir, amma həyasızdır. Heç kimlə yola getmir. Anam belə gəldi, bacım belə getdi. Çox pisləşir insanlar. Vallahi. Hara gedirsin? Cərə gedirik, çürə gedirik. Nə bilmez hara gedirik. Bəs niyə evli fiil? Az ay raya, başa dönüm ay raya. Az mən o evli fiilişini, o şovdur. Orada heç kim evlənmir. Yalandan şov qururlar. Kimdir evlənən? Yalandan deyirlər. Belə eləyirlər, güya danışırlar. Hə, gedək konuşaq bir restoranda oturaq bir çay çək. Görək sözümüz düz gəlir. Kameranın qabağına keçində bir o tərəfə gedir, bir də bu tərəfə. Orada evlənmək, Allaha and olsun, düz deyirəm. Niyə namaz orada hayasız şeylərdilər? 100 dənə sifət görmüş qızlardı. Niyə namaz mən onları? Özü mən o qıza talip çıxmırdı, amma ariz biri var idi. Qəşək qız idi, o verilişə gəlməmişdi. Evlənməsən bacı. Yox, bacını sağırırsan, bacın hara evlənir? Restorana gedirsiniz, hə? Negahən orada evləndi axı. Ola bilər, tək-tük adam ola bilər ki, ciddi fikirlə gələr. Amma deyək, Zuhal Topaloğlu hamısı orada bir yerdə olurduq. Saçımızı düzəldirdik, başımızı düzəldirdik, söhbət edirdik. Heç birisi də evlənmir orada. Mən orada dedim, bir çıxın mahnınıza da oxuyum. Bobby Kardadır, Tozikin yanında. Nə bilmez, Bobby kimdir? Onda subay qalarsan. Mənim kimi, mənim kimi adamlar biraz tək qalır. Çünki ideal adam axtarırım, o da yoxdur. Sən də Zuhal Topaloğlu deydin. Evet. Yo, mən Zuhal Topaloğlu'nda deyildim. Mən Hande Ataizi, Ruhsar var idi. Baxırdınız ona, Hande Ataizi, aktrisa. Zuhal Topaloğlu bağlandı, hamısı gəldi onun verilişinə. O uşaqlar hamısı oradaydı. Az yedizdirirlər, içizdirir televiziya. Pulunu verir, oteldə saxlayır. Ona görə də hamısı qaçırdılar. Kamıçqa çox sağ ol, Rəm. Qohumlarında qız yoxdur. Hamısı ərə gedib. Bizim qohumların qızlar hamısı namuslu qeyrətli qızlar. Ona görə də kimdə onları qoyan qala? Mən həm də qohum istəmirəm, ha ürəyim. Çünki Allah uzaq eləsin, tutaq ki evləndin, sabah xasiyyətin düz gəlmədi, dalaşdınız, aralaşdı, getdi. Mən qohumumla niyə pis oluram ki? Yenə yaddır. Amma qohumla yası ölü yerin birdir, diri yerin birdir, xeyrin şərin birdir. Mən niyə qohumumla dalaşıb düşmən oluram ki? Deyə qohumlarımızdan alan olub da bir-biri ilə evlənən olub. Aralaşdılar, indi hamı düşmən kimdir bir-birinə. Ona görə istəmirəm. Məftun, kişini boşayım gəlməli al. Yo, mən boşanmış qadın istəmirəm. Qohum olmaz qabağa. Heç qadağa qoymadı, heç mən onun əleyhinəyəm. Bax, belə söhbətlərə görə. Babnik Carlos'undur. Nə? Babuş aha dədə. Dədən sağ qurban. Babuş uzanıb orada. Özün deyir havaya. Yat hamısından yaxşıdır. Hə. Az vallahi yaxşı qız tapmaq çətindir. Qurana and olsun çətindir. Bax, keçən dəfə bir qız gördüm rayonda, kənddən idi. Elə xoşum gəldi o qızda. Dedim ki, o qızı almaq istəyir. Bilədik, sesin ərə gedib. 2 dənə uşağı var. Baxsın, demərsən, 2 uşağı var ərə gedib. Elə yaxşı qız idi ki. Mən dedim, onu almaq istəyirəm. Ukraynada da qız istəyirdim uşaqlar. Adım Nina idi, Nina. 14 yaşı var idi. Sən çaşınsan. Sən deməmişim, gəlmə bağla. Git çalarım, yen getir. Gəlmə bağla. Dağılım, git yen gel. Allah, qızımı da saxla. Allah, qızımı saxla. Gel. Bağla. Əliyə bağlı, git paltarı, git etənə da. Bağlaları bir tek Pony. Git bağlı ki, mən burada bir belirleyişi bağlamışaq. Burada nə var ki? Baboş. Pony. Bağla da yanına. Yaxşı da, nə qabarsan? Mən oraya gittim, zaten ki takacağım telefonu. Bu get vermə də al atar. Bəbəyəkdən gedirdin, indi zarət giyə taxırsan. Get paltarı, yengə getdik. Özü
saatlerden oturur şeyde canlıda. Az paxal zat deyil, deyir bağlı dur gedək. Paltanın gedisi bağlı nəfər konofkadır, belə basacaq bağlanlaşar. Bunlara nə olur? Bağla. Aşağıla mənə takip atımda zəhmət olmasa, da məni takipdən çıxardasınsa artmayın, elə takipçi mənə lazım deyil. Hə, Ukraynalı qız. Hə, bu qızla da münasibətimiz yaxşıdır, istəydim bunu alam gətirəm Azərbaycana. 14 yaşı var idi, dedim indi təmiz qızdır. Bu, bir də baxıram ki, qız hamilədir, eləyirdi. Dedim görən soyuq zad olubdan, ora soyuq yerdi. Alt dedim, nə olub? Daim qızının da padruqasıdır. Sən demə, qız hamiləymiş. Yox, salıb gətirmişdir. Ay xanım, ana bunu. Tükü çıxır üstünü. Tükü yoxdur bunun çıxada. Buna var, indi gətir qoy üstünə, gölətə çıxır. Xeyr, çıxada yoxdur. Hayır, lazım, baba çox sürətlərdə. Firmada onladı o. Nə var? Çaşırsan ha sən dərsən. Sən çaşırsan ha mən. Sən mənim itimi babaşa təqürsən. Kimsən sən? Yəni agresiv danışma, bax spam gələcək, bir telefon bağlanacaq, deyin görüm. Gözəl. Gitdana git ki. Kim istər? Bəziz istəmirsiniz ya. Hansı nəticədir? Siz bayım yaxalasıda getdiniz. Hə, istəmirsən da mən niyə gedirəm ki? Yaxşı siz də aparın bölümdə başında oralarda fırlanın da. O, həqqi. Atacan istəmirlərsə yaxın durma. Nə deyirlər, deyir gətirmə onu. Ağızlarını yürürlər. Mənə tanıyırlar. Sən tanıyırlar, bilirlər ki, qaraçı şeysən. Və sən nəsən hikayədir? Mən bilmirsən, mənə bir marka. Və bu marka qaraçının yanında nə gəzir? O marka. Sizi bölümdə hərləyirəm. Ki marka bizə marka olar da? Yox, siz heç bir zaman bir marka ola bilmərsiniz. Həqqi, niyə? Heç bir zaman. Siz sadəcə bölümdə hərləyirəm, birinizə telefonumu daşıdırlar, birinə adaptörümü daşıdırlar, birinə duxumu daşıdırlar. Ben olmalı, nə bilmişdiniz? İndi siz özünüzü mənim bölümdə aparsınız deyin, bölümdə görsünüz özünüzü böyük bir şey hesabı. Kimsiniz ki siz? Siz qaraçı, bunun üçün qaraçılarsınız. Bakın daşlayan qaraçılar. Böyle bir qaraçılarsınız. Axın eləmişsiniz Bakı şəhərinə. Bakı şəhəri bezirsiz qaraçılar. İfadan niyə getdi? Bəsdirində. Həqqi hara gedin? Eta gedirik. Gedəndə görərsin. Bakı şəhəri bezirsin kimi qaraçılar. Gedirsiniz, yığışdırırsınız. Oraya gedirsiniz, götürürsünüz, bura gedirsiniz, bilənirsiniz. Onu verməm, onu ver, aparım, bunu ver, aparım. Mən yazıq, nə apardım? Mən oradan içməni vuruşum. Niyə girmirsən, cibinə girmirsən? Mənim salfetka bilənirsən o günləri. Mən oturum stolda xahiş edirəm. Bir də elə qarşılıqlar eləmək. Allah, qələti yalan deyir ha, bu məzələnir. Mənim salfetkanı alıb qoy cibinə. Ayıb olsun sənin üçün. Baba şey deyirdi, 20 dənə qırış. Hər şeydə ona dairdi sağda. Mən heç salfetkam yoxum, mən salfetkam mən gəzirəm. Görürsən, belə kəlimlə danışır, deyil, evləri xolorla silir. Təmizliyi silir, tost oranı Babaş dilir. Bənə, yazın səhər, gündüzdə ev silir. Dinəndə deyirsiniz, babaş belədir, 200 kilo canından gündəki 3 ev silir. Sən də o 40 kilo canından otur orada. Mən yazıq Adildə bir dəfə canlaşmışım, mən canlı açıram. Yaman şeydi, oy, yaman şeydi. 200 kilo can, kök deyir ya uşaqlar. Emin gözəldir, yox, yarışıqlı oğlandı həqiqətən. Emin hündür boy, bax mənim kimi yox, mən 1.80-dım, o 1.82-dir. Nazik, qəşəng, uzun saçlı, belə qaşın, qəşəng kipriklər var, gözləri belə süzməli. Yaraşıqlıdır Allah haqqı. Mənə saçını düzəlt, yaxşı baş üstə. Saçımı qırtdırası yemək aşağıla bir qəşəng bərbər var, o da ki, neçə kəsir, 30 manata kəsir. Mən 30 manata hardan alım, gedim ona verim. Ona görə də deyirəm, bu biraz uzansın, saçımı belə yığacam daldan. Rezinlə belə yığacam, qəşəng. Mən o boyda 30 manat bərbərə nətər verim acaba? İşləmirəm, eləmirəm. İçinizdə bir bərbər varsa, gəlim saçımı kəstirim. Bahalı bərbər, də qaraçı bərbəri, qaraçı saçı qırxan yox. Allah haqqı mən Türkiyədə deyib, bax belə yığırdım, Quran and olsun. Bax belə yığırdım, keçib buralarını maşın qarıyırdım. Buranı da belə düyünlüyürdüm, bax saçım bura düşürdü. Türklər hamısı elə eləyir. Buradan düyünlüyürdüm, fisiyo. Belə gəzirdim.
Effektdən nə olubdu ki? Ay bacı, hə effekti baba. Dayan. Yomun nətər eridilər. Belə, bilməm, bu nə olubdusa, ay Məftun saçını yığım. Allah haqqı, mən Türkiyədə saçımı yığırdım. Orada onsuz da hamı elə eləyir. Orada hamı saçını yığır, saçını qabağını saraldır, saqqalını burasını saraldır. Bizim millət də hər şeyə pis baxar. Nə var ki orada, qəşəng görsənir adam. Salam ömrüm günüm, başım batmasın, o nə saç yığmaqdır. Yo, rahat olur adam. Belə yaxşıdır, yığma. Mən Ankaradayım, burada çoxlu elə yığır. Düz deyir, mən Türkiyədə görmüşəm də. Qəşəng görünəsin, siyama. Uzatıyor, al yox, uzun hörlük nədir səndə. Qəfildən belə çönəndə hörlüyün deyə birin sifətinə. Bura ləkə sala, lazım deyil. Xey yaraşır sizə yığın. Yaxşı yığacam, canım gözüm. Uşaqlar, mənim takibatında nə olar zəhmət olmasa? Gedim axşamda bir görüşüm var. Onunla görüşüm. İşlə bağlı. Xına qorsan yörək vururam. Qarniyer nömrə 3. Ona görə gedim onu şey edeyim, qəşəkcənə. Danışım, görüm nə deyir. Gedim rayona gəlim. Biraz anamın yanında qalım, xəstədə görüm anam nə var, neyinir. Allah izləyicilərimə dəyməsin, başda elli olmaqla. Nə bilim, Səbinə xanım, bax, anam dərmanlarını aldı. Göndərdim rayona. Allah haqqı, saçıma rəh vururam. Niyə danışıram? Yalandan niyə danışıram ki? Yalan danışmaq günahdır. Mənim nəyim var sizə deyirəm. Saçıma rəh vururam. Saçımda ağlar var. İstəmirəmsə başım ağ görsənsin. Sağ ol qadınım. Allah cəmi xəstələrə şəfa versin inşallah. Qurban kəsən. Pulum var, mən yazı qurban kəsəm. Keçən il izləyicilərimə dedim, Allah izləyicilərimin hamısına, nə bilim, can sağlığı, xoşbəxt həyat, nə bilim, firavan həyat, bərəkətli, bol ruzu versin. Canlarından sağlamlıqlarını əski eləməsin. Keçən bax, izləyicilərim Allah hamısı pul yığdı. Dedim sizin adınızdan kəsirəm. Ama öz adımdan yox. Prosto qoyunu kəsirdim. O TikTok onu qəbul eləmir. Salam aleykum Alfa. Qoyun TikTok onu paylaşa bilmədim. Başa düşürsən, amma əti zadı belə canlıda göstərib ki, bax kəs sərilmişdi ət. Hamısını klokları anam yığdı. Apardım kəsib küsür tanıdıqlarımı verdim hamısına. And olsun Allaha. Dostlar, mənə beyni sevatında nə olar kimdə varsa hamısını payladım. Keçən indi bu il buradayım da. İndi istəsəniz rayona gedəndə yığarıq, aparıb kəsərəm, paylayarım sizin adınızdan. Kəsəndə deyirəm ki, bu qurbanı kəsirəm. Qurbanı kəsirəm mənim izləyicilərimin adından. Qüvvətən iləllah. Deyirsən, kəsir bismillah deyir, kəsir üzü qibliyə. Ondan sonra deyirəm, o doğra, dedim qurbanlıqdır, doğra. Keçində belə kişi deyir ki, Məftun, burada bir pekarində, orada pekarində var, bir xanım var, çox kəsir, istəyirsə bir paydonu düdüməyə götür ver. Alfa, çox sağ ol. Alfa, bir keçə hədiyyatlarına başına dönüm. Var, salam, sədaqət. Saat adın sədaqət imiş sənin. Ateş, bir dənə ateş, ürəyimə ateş, gözlərindən ateş, vurulmalıyam mən. Alfa, çox sağ ol, ömrüm gülüm, öpürəm səni. Ay, nə gözəl. Bir dənə nə olar, kimdə varsa bircə dənə olur, beğenirsə bircə dənə olur. Bir qəpikdir. Məftun, qurban, az yox, pulum yoxdur, qadın, qurban kəsməyə. O pulu elə kasıblara verib da. Yox, pul yox, Gülnar. Qurbanlıqdır, qurban başqa şeydir. Sədəqə vermək başqa şeydir, əzizim. Qurban kəsib ət paylamaq başqa şeydir. İsmail qurbanı eşitməmsən. İsmail, Allah onu imtihan göndərir də ki, oğlunu qurban kəs İbrahim Peyğəmbərə, İsmail'ə. O da görür ki, bu ixlasda Allah nə deyir, onu eləyir. Allahın dostu olur. Şey eləyir, görsən o da ki, ona həmən dəqiqə qoç göndərir ki, qurban. Onun əvəzində qoç kəs. Mahnı var sədaqət. Sədaqət. Sədaqət, sədaqət, səslərəm səni, könüllər vəsfini arzular. Adıma nəğmələr yazılar. Nanay, nay, nanay, nay, nanay, nay. Sədaqət, sədaqət, sədaqət.
İlaç necəsən? Nə olsun, bəlkə ət. Yox, ət verməlisən, ət. Bizim Peyğəmbərimiz həmişə ət yemirmiş. Birdən mən yeyərəm, kimsə ət yeməz. Həzrəti Əli ilə ət yemirmişlər. Ki biz birdən yeyərik, qarnımız doyar, bizdən başqa kimsə acı olar. Onlar elə adamlar olublar. Onlar ilahi nura boyanmış insanlar olubdur. Onlar məsumdular, günahsızdılar. Bizdən görsən elə günahlar var, ağlımıza gəlmir. Kim də seçdəndə şoka düşürük. Bax, onlar bütün günahlardan elə məsum idilər. İyi çıxmağı var, iyi bir yox, ət. Adam var, ət yer. Qoydum. Maşallah. Mən namaz qılıram, ay sədaqət. Mən gör 2001-ci ildən namaz qılıram. Özüm mən pastayanı məscid əhli olmuşam. Məscidə gedib gələm. Şəhəri hökmləri, indi bilmədiyimdə Sistan Ağanın kitabı var, girib oradan oxuyuram. Təranə mahnı. De hardasan gəlməyirsən təranə, bəlkə məni sevməyirsən təranəm. Belə niyə qaldı, nə olubdu? Maşallah gün olsun, ay sədaqət. Sədaqət. Allah qəbul eləsin namaz. Çox sağ ol ürəyim. Allah kim namaz qılmaq istəyirsə, Allah qismət eləsin hamıya. Kim qılırsa, çalışsın, günahdan uzaq olsun. Mən birdən burada Quran haqqı bambıllığı eləyəm ki, yayın maraqlı olsun, cəmaat əylənsin, gülsün. Yəni mən canlıdakı kimi elə bambıllığı həyat. Düz deyil, zarafatçıl adamam, danışan gülən adamam, oxatan bürcüyəm. Amma başqa cürə deyiləm. Afət mi? Az yerəm səndə. Amin məfi. Ulduzə. Adları maraqsız olur elə. Bambılı deyiləm, indi özüm elə kobud şəkildə deyirəm də. Yəni, nətər deyil, bambılıya nə deyirlər mədəni dildə? Humoristik adamam da, başa düşdün. Çalışıram ki, üzünüzü güldürəm. Üzünüzü güldürməkdir məqsədim, ayrı heç nə yox. Amma millət səni buradan tanıyır, yoyunkül olma. Həqqi. Indi cibimə daşlar yığacam da, qəşək daşlar və qantelzat idman edirləri. Əlimdə hərləyəcəm ki, biraz ağır olam. Cırıq məftun, necəsən? Çox sağ ol, ay yırtıq, sən necəsən? Yumor. Ay, maladet. Salam Mari. Bobikanı tuziklə gəzir çöldə. Mən nə bilim. Son məktubu oxuturşam. Ayrılsak da mutluluk dilerim sana. Katlanmak zorundayım gözyaşlarıma. Yazdım şiirin her satırına. Ecelimi yazsam da bu son mektuba. Ayrılsak da mutluluk dilerim sana. Katlanmak zorundayım gözyaşlarıma. Yazdım şiirin her satırına. Ecelimi yazsam da bu son mektuba. Məftun, xahiş edirəm sevgili Canan. Hansı sevgili şey? Hüsnün güzel ayetleri sevgili Canan. Bunu deyirsən Üzeyir Hacıbeyev. Olmuş bütün alemde senin şenine şayan. Gel eyle nevaziş. Mən çox şadam ki, siz belə mahnıları istəyirsiniz. Allaha sevinirəm ki, musiqi duyumlu insanlar var, musiqini bilən insanlar. Mən elə bilirdim qabaq, musiqini təkcə musiqiçilər yaxşı bilir. Sən demə düşüncəli, zövqlü, yaxşı musiqidən zövq alan, musiqiçi olmazsa fitrətində var da insanın o zövq. Sevinirəm ki, elə adamlar varsın. Sən otur. Otur. Gəl. Hə, dostlardan mən gedirəm, biz gedirik. Gedirik restorana. Hamınızı öpürəm, Allaha əmanət olun. Qurban bayramınız bir daha mübarək olsun. Sevirəm sizi, Allaha əmanət.